olsun bunu mən həyatım boyu inanmıyordum ki, yəni belə bir imkan olur da. On ildir aramızda olmasa da həmişə qəlbimizdə yaşayır. Fotoğrafı da görəndə çox kədərləndim mən. Gabriel Garcia Marquez'in bir eserini okumuştum. Orada bir karakter vardı. Hərbiçi olur deyəsən, o Miçildən bir qəsəbəyə gəlir. Və oradakı insanların fotolarını, xatirə fotolarını çəkir və sonra gedir. Və insanlar onu daimi ilə xatırlayır. Bu sədərəkdən, bu dünyadan bir dad o keçdi. Belə deyim.